Bakı Dövlət Universitetinin tələbələri üçün məzun günü keçirilib. 25 mindən çox tələbənin təhsil aldığı universiteti bu il 6 min gənc bitirib. Əziz məzunlar, sizi təbrik etmək üçün... Bu il Bakı Dövlət Universitetindən məzun olan gənclər universitet həyatındakı son günü bayram ab-havasında qeyd etdilər. 4 ilin zəhməti sevinclə başa çatdı. Hal-hazırda həqiqətən bütün tələbələr kimi mən də həyəcanla bu anı gözləyirdim və nəhayət ki, artıq biz məzun oluruq, yeni bir həyata qədəm qoyuruq və qarşıda bizi artıq daha böyük işlər gözləyir. Universitet ya insanın seçimi olur, ya da arzuları olur. Məndə ikinci kateqoriyaydı. Biliyimizi çox artırmışıq, həm praktik cəhətdən, həm nəzəri cəhətdən. Buranın bakalavrını bitirmişəm, jurnalistika fakültəsi və indi də magistraturanı bitirirəm. Çox xoşbəxtəm və ikinci dəfə məzun oluram. Məzun olmaq əslində yeni başlanğıca addım atmaqdır. Bu yolda onlara bələdçilik edənlər isə elə müəllimlər, pedaqoji heyət olub. Biz məzunlarımızı ürəkdən təbrik edirik və onlara çağırış edərək deyirlər ki, qoy onlar fəxr etsinlər ki, Ulu Öndər Heydər Əliyevin məzunu olduğu bu möhtəşəm universitetin məzunlarıdırlar. Və onlar gələcəyə inamla baxmağı bacarmalıdırlar və biz əminik ki, onlar universitetdə bu illər ərzində əldə etdikləri biliklərdən uğurla istifadə edərək öz səslərini qaldıra biləcək və öz sözlərini deyə biləcəklər. Uğur onların nəsibi olsun. Bakı Dövlət Universitetinin minlərlə tələbəsi bugün məzun adını qazanır. 4 il davam edən universitet həyatı başa çatsa da, aldıqları təhsil onlara seçdikləri peşə sahəsində yol göstərəcək. Biz də yola çıxan gənc məzunlara uğurlar arzulayırıq. Lalə Allahverdiyeva, Rüstəm Abdullayev, ASTV Xəbər.